Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Geçen dersimizde sizinle genitif, yenilik halını tələb edən söz önlərini öyrəndik. Gəlin kısaca söz önlərini yadımıza salaq ki, söz önləri nədir? Söz önlər Alman dilində die Präpositionen adlanır. İsim və əvəzliklə işlənən köməkçi nitq səsdir. Azərbaycan dilində söz önü olmadığına görə bəzən tələbələr məhz bu mövzunu başa düşməkdə çətinlik çəkirlər. Ancaq tərcümə zamanı Azərbaycan dilindəki qoşmalara və bəzən də hal şəkillərinə uyğun gəlir. Söz önü adından da məlum olduğu kimi aid olduğu sözün önündə gəlir. Və keçən dərsimizdə qeyd etdik ki, Alman dilində 4 söz önü var. Genitif halını, yəni yerlik halını tələb edən söz önlər, dativ, yəni yönlük halını tələb edən söz önlər, akusativ, yəni təsirlik halını tələb edən söz önlər, dördüncü veksel preposisionun, yəni həm yönlük, həm də təsirlik halı tələb edən söz önlər. Keçən dərsimizdə yerlik halı tələb edən söz önlərini öyrənmişdik. Bugün isə dativ, yönlük halı tələb edən söz önlərini öyrənirik. Aşağıdakı cədvəldə verilmiş sözlər yönlük halı tələb edən söz önlərdir. Yaxşı olar ki, bu söz önlərinin hər birini cümlə daxilində yazıb, öyrənib mənimsəyəsiniz və təbii ki, ən yaxşı yolu yazdıq. Həmən cümləni 5 dəfə, 10 dəfə gün içərisində təkrarlamaqdır. Gəlin baxaq, söz önlər hansı mənalar verir? Mit, ilə, la, lə kimi tərcümə olunur. Nach, sonra mənası var. Görə və aə, yəni istiqamət bildirir. Daha sonra aus, dan, dən, içərisindən cansızı bildirən söz öndür. Von, dan, dən, içərisindən, yaxınlığından canlını bildirən söz öndür. Bəzən olur ki, von ilə işlənən sözlər var ki, onlar cansızdır. Yəni istisna hallarda cansıza da aid ola bilir. Daha sonra zu yanına aə istiqamət bildirir və münasibəti ilə üçün kimi də tərcümə olunur. Bay yanında, yaxınlığında, gildə, yəni atam gildə, anam gildə və s. Seit bəri, dir, dur. Außer başqa, savayı. Gegenüber üzbəüz qarşısında. Entgegen qarşısına, tərəf, doğru. Entsprechend uyğun. Ab etibaren. Burada iki söz önü var ki, onlar istiqamət bildirir. Nach, aə və zu, yenə aə. Bunu fərqləndirən nach ümumi, coğrafi istiqamət bildirərsə biz zudan istifadə edirik. Zum Beispiel nach Berlin, nach Bakü, nach Deutschland və s. Kompas istiqamətlərində sağa, sola, nach rechts, nach links, yuxarı, aşağı, nach oben, nach unten və s. Ancaq istisna ölkələr var ki, misal üçün die Türkei, die Schweiz, die USA, bunlar in, həm yönlük, həm də akusativ halını tələb edən söz önündən işlənir. Zum Beispiel in die Türkei, in die Schweiz, in die USA, hansı ki bu ölkələr istisnalıq təşkil edir. Zu sözünü isə konkret yeri bildirdikdə və canlı şəxsin yanına istiqamət olarsa, bu zaman əlbəttə zudan istifadə etmək lazımdır. Gəlin indi nümunələrə baxaq. Birinci nümunə, mən hər il ailəmlə Türkiyəyə səyahət edirəm. Biz əlbəttə ilkin olaraq cümlə quruluşunu bilməliyik. Birinci yerdə mübtəda, ikinci yerdə xəbər, üçüncü yerdə isə ikinci dərəcəli üzvlər gəlir və hər bir sözün də qarşılığını əlbəttə ki bilməliyik. Deməli, mən hər il ailəmlə Türkiyəyə səyahət edirəm. Bizim bu cümlə daxilində istifadə edəcəyimiz söz önü ailəmlə, bir də Türkiyəyə istiqamət bildirən, hansı ki bayaq qeyd etdiyim, ancaq
Türkiye'ye istifadə olunan söz önü bizim sonuncu söz önümüzə aiddir, veksel prepozisyonunu. Ona görə onu ən sonda izah edəcəm. Əsas mövzu dativ yönlük halını tələb edən söz önlərdir. Bu cümlədə bizim deməli istifadə edəcəyimiz söz önü mit ilə lailədir. Ailəmlə. İndi tərcümə edək. Ich reise jedes Jahr mit meiner Familie in die Türkei. Mən səyahət edirəm hər il ailəmlə Türkiyəyə. Alman dilindəki cümlə quruluşu belə oldu. İndi biz niyə deyirik ki, bu söz önü özündən sonra yönlük hal tələb edir? Gəlin cədvələ baxaq. İlkin olaraq meine Familie, mənim ailəm sözünü 4 halda hallandıraq. Meine Familie, meiner Familie, meiner Familie, meine Familie. Die Familie qadın cinsinə aid olan isim olduğuna görə yerlik əvəzliyində də hallandıranda qadın cinsi kimi hallandı. Meine, meiner, meiner, meine. İndi bizdə deyirik ki, mit özündən sonra dativ halını tələb edir. Ona görə biz bu 4 haldan dativ formanı seçirik. Mit meiner Familie, ailəmlə. Deməli cümləmiz necə oldu? Mən səyahət edirəm hər il ailəmlə Türkiyəyə. Ich reise jedes Jahr mit meiner Familie in die Türkei. İkinci nümunəyə baxaq. Tom məktəbə bacısı ilə gedir. Yenə gördüyünüz kimi burada bacısı ilə lailə mit sözünündən istifadə olunub. Necə deyirik? Tom geht mit seiner Schwester in die Schule. Die Schwester bacı sözü, onun bacısı seine Schwester. Yenə 4 halda hallandırsaq, seine Schwester, seiner Schwester, seiner Schwester və seine Schwester. İndi mit də özündən sonra dativ halını tələb etdiyinə görə deyirik mit seiner Schwester. Bacısı ilə məktəbə gedir. Üçüncü nümunəmiz onlar evə avtobusla gəlirlər. Burada 2 söz önündən istifadə etdik. Evə, AE istiqamət bildirən nach və avtobusla ilə lailə mit. İndi deyirik ki, onlar gəlirlər avtobusla evə. Sie kommen mit dem Bus nach Hause. Das Bus orta cinsli isimdir. Ona görə hallandırsaq ismin qüvvətli hallanmasına aid olur və genitivdə S şəkilçisini qəbul edir. Das Bus, des Buses, dem Bus, das Bus. Mit özündən sonra dativ halını tələb etdiyinə görə biz bu 4 haldan dem bus formanı seçirik. Ona görə deyirik ki, mit dem bus və nach Hause evə. Burada gördüyünüz kimi nach Hause, zu Hause belə deyim, sabit birləşmədir və gördüyünüz kimi söz önündən adətən istifadə olunmur və house ev sözünə əlavə olaraq E şəkilçisi əlavə olunur. Ona görə də deyirik nach Hause. Sie kommen mit dem Bus nach Hause. Onlar gəlirlər avtobusla evə. Azərbaycan dilində onlar evə avtobusla gəlirlər. Daha sonraki nümunəmiz mən günorta yeməyindən sonra qabları yuyuram. Bu cümlədə bizim istifadə edəcəyimiz söz önü naxdır. Hansı ki bayaq qeyd etdik, naxın həm sonra mənası var, həm AE istiqamət bildirir, bəzən də görə kimi tərcümə olunur. İndi deyirik ki, mən yuyuram qabları günorta yeməyindən sonra. Ich spüle das Geschirr nach dem Mittagessen. İndi biz dedik ki, söz önü aid olduğu sözün önündə gəlir. Aid olduğu söz hansıdır? Günorta yeməyindən sonra. Das Mittagessen. İndi das Mittagessen ismini 4 halda hallandırsaq, das Mittagessen, des Mittagessens, dem Mittagessen, das Mittagessen. İndi nach özündən sonra dativ yönlük halını tələb etdiyinə görə bu 4 haldan
dativ formanı seçirik. Nach dem Mittagessen. İndi cümləmizə qaydaq. Ich spüle das Geschirr nach dem Mittagessen. Mən günorta yeməyindən sonra qabları yuyuram. Bu cümləmiz düzgün söz sıralı cümlədir. Əks söz sıralı cümlə şəklində desək, təbii ki, nə edirik? İkinci dərəcəli üzv birinci yerdə gəlir, ikinci yerdə xəbər, üçüncü yerdə mübtada gəlir. Nach dem Mittagessen spüle ich das Geschirr. Günorta yeməyindən sonra mən qabları yuyuram. Daha sonra mən Almaniyadan gəlirəm. Biri var, mən Almaniyalıyam və yaxud Azərbaycanlıyam. Milliyyət olaraq deyəndə, misal üçün sən haralsan, woher kommen Sie oder woher kommst du? Bu zaman deyirəm ki, misal üçün mən Azərbaycanlıyam, ich komme aus Azərbaycan. Ancaq həqiqətən də misal üçün deyirəm mən Berlindən gəlirəm. Bu zaman biz Berlindən, Danden, hansı ki çıxışlı hal şəkilçisi qeyd etmişdik ki, sözünlər bəzən tərcümə zamanı qoşmalara və hal şəkilçilərinə uyğun gəlir. Hansı ki indi Almaniyadan gəlirəm, Bakıdan gəlirəm, Fransadan gəlirəm və s. və ilaxır. Bu zaman ausdan istifadə edirik. Dan. Ich komme aus Deutschland, ich komme aus Baku, məktəbdən, ich komme aus der Schule və s. Daha sonra o diş həkiminə gedir. Bizim burada istifadə edəcəyimiz sözünü həkiminə, diş həkiminə istiqamət bildirən a-ədir. Gördüyünüz kimi diş həkimi də canlı bir şəxs olduğuna görə biz burada mütləq şəkildə zu sözündən istifadə etməliyik. Hansı ki qeyd etdik, zu özündən sonra dativ halını tələb edir. Diş həkimi sözü isə der Zahnarzt-dır. Cədvələ baxaq. 4 halda hallandırsaq, der Zahnarzt, des Zahnarztes, dem Zahnarzt, den Zahnarzt. İndi zu özündən sonra dativ halını tələb etdiyinə görə biz bu 4 haldan dem Zahnarzt formanı seçirik. Ona görə də deyirik ki, er fährt zum Zahnarzt. Növbəti dərslərdə izah olunacaq, ancaq qısaca deyim. Bəzi sözünlər var ki, onlar artikl ilə birləşir. Misal, zu dem yox, zum. Hansı ki, demin emini özündə əks etdirir, olur zum. Deyirik ki, er fährt zum Zahnarzt. O, diş həkiminə gedir. Daha sonra Tanya ailəsinin yanında yaşayır. Bizim burada istifadə edəcəyimiz sözünü yanında. Hansı ki, qeyd etmişdik ki, by sözündən istifadə olunur. By özündən sonra dativ yönlük halı tələb edən sözündür. Aid olduğu söz hansıdır? Ailəsinin yanında, yəni Tanya'nın ailəsi olur ihre Familie. 4 halda hallandırsaq, ihre Familie, ihre Familie, ihre Familie və ihre Familie. İndi by da özündən sonra dativ yönlük halını tələb etdiyi üçün olur by ihre Familie. İndi cümləyə baxaq. Tanya wohnt bei ihrer Familie. Tanya ailəsinin yanında yaşayır. Təbii ki, Alman məntiqindən baxsaq, Tanya yaşayır yanında ailəsinin. Yəni, bu cür deyirik. Ən sonuncu nümunəmiz, mən 3 ildən bəridir Almanca öyrənirəm. Bizim burada istifadə edəcəyimiz sözünü bəri, seit sözündür. Bu da özündən sonra dativ yönlük halını tələb edir və aid olduğu söz 3 ildən. Biz bilirik ki, miqdar sayından sonra gələn isimlər hər zaman cəmlənir. Ona görə də deyirik ki, ich lerne seit 3 Jahren Deutsch. Mən 3 ildən bəridir Almanca öyrənirəm. Bu düzgün söz sıralı cümlə idi. Əks söz sıralı cümlə şəklində desək, seit 3 Jahren lerne ich Deutsch. Mən 3 ildən bəridir mən Almanca öyrənirəm. Bu nümunələrdə istifadə olunan sözünlərin hər biri
aid olduğu sözlərin qarşısında gəldi və onun halını müəyyənləşdirdi. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.